Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Kərim Abbasovun qalmaqallı fikirlərinə münasibət bildirir. Xəbər verilir ki, o öz aramızda verilişində bir müğənninin Teymur Əmrah kimi acından ölmək istəmirəm sözlərinə cavab verib. Sənətçi həmkarının müdafiəsinə qalxıb və onun kifayət qədər pul qazandığını bildirib. O acından ölmür, 2 yerdə çalışır. Aylıq gözəl maaşı var. Özəl tədbirlərə də dəvət alır. Dövlət tədbirlərindən də qonorar alır. Xüsusi insanlar var ki, sənətə qiymət verib, ona qulaq asmaq istəyirlər. Onlar dəvət edir. Övladı olan sənətçini də başa düşürəm. Sənətin biznes, toy yolunu tutub. Özünə görə haqlıdır. Burada qıcıqlandırıcı söz acından ölməkdir.